qalibimiz Qırat gəlir. Değerli Qırat, sən ki bizə bu qədər həyəcan yaşatdın. Heyrət hissi ilə hal-hazırda burada güclə dayanmışam açığı. Və əminəm ki, bütün tamaşaçılar da hal-hazırda Qıratı görmək istəyirlər. Onun zövq verici ifaları. Değerli detektivlər, sonuncu dəfə soruşuram Murad. Kim? Kimin adını eşitmək istəyirsən sən? Maska arkasında Hər şey bəllidir. hansı ulduzdur? İlkin Dövlətov. Teşekkürler. Nigar Cemal. İlkim Dövlətov. Coşkun Bey. Manana. Dövlətov İlkin. Buyurun. Kamile Hanım. İlkin. Ve Faik Ağayev. İlkin Dövlətov. Yekdil şəkildə İlkin Dövlətov dedi bizim detektivlərimiz. Görürsən tamaşaçılar nə düşünür? Hamıya maraqlıdır. Elə mənə də maraqlıdır. Bizim Maska Show'nun qalibi kimdir? Hamıya maraqlıdır. Əziz qalib, kimsən sən? Havalı. Bəli, gənc ifaçımız İlkin Dövlətov. Azərbaycanı 2024-cü ildə Avroviziya mahnı müsabiqəsində təmsil edən və ictimai televiziyanın bir çox layihələrində iştirak etmiş İlkin Dövlətov. Qeyd edeyim ki, Maska Show'nun ikinci mövsümünün qalibi. İlkin, tebrik edirik. Hoş gördük. Hoş gördük. Heç oxuyanda belə eləmirsən. Ay maşallah. Təşəkkür eləyirəm. Təşəkkür eləyirəm ki, sona qədər mənə inandınız. Təşəkkür eləyirəm ki, mənə güvəndiniz. Bütün detektivlərimizə minnətdaram. Bütün tamaşaçılarımıza minnətdaram. O qədər həyəcanlıyam ki. Səni Təsəvvür həqiqətən də edin ki- xalq sevdi. Xalq səni sevdi. YouTube'da, Facebook'da, Instagram'da harda maska çıxırsa altından qırat-qırat yazırdılar. Hər yerdə. O qədər sevinirəm ki, bu təkcə mənim uğurum yox, bu hamımızın uğurudur. Bəli. Bu ictimai televiziyanın uğurudur. Mən o ailənin bir üzvüyəm. Bütün maskada əziyyəti keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. Bir adlarını çəksəm, çox böyük kollektivdir, çox doğmadır hamısı mənim üçün. Bilirsiniz, bu maska, mən bu maskanın altında çətin anlar yaşadım. Təbii ki, kim görürdü mənə deyirdi ki, nə arıqlamısan, sən niyə belə arıqlamısan? Mən də deyə bilmirəm axı. Təsəvvür edin, 5 kilo mən çəki atmışam bu maska başlayandan. Bu 5 kilo? 5 kilo. 5 kilo çəki atmışam. Biz də atmışıq çəkini, arıqma. Sənə bir sirr açım İlkin. Pələng də bəyaları söylədi ki, 6 kilo arıqlayıb. Biz bilirik ki, siz nə qədər əziyyət, əslində fiziki əziyyət çəkirsiniz o geyimlərin içində və Bəli. bax o maskanın altında. Amma bütün bu efirlər ərzində hər çıxışın, hər mahnının, onun arxasında biz görürdük ki, böyük bir zəhmət durub. İlkin, amma ilk kim sənin adını çəkdi?
Kamilə xanım. Kamilə xanım. Ay Allah! Kosmos işləyir ha, kosmos işləyir. Kamilə xanım. Sonra Murad müəllim çəkdi. Bilirsiniz, mən təbii ki, bu janr mənim uşaqlıqdan qulaq asdığım, amma həyata keçirmədiyim bir həm janr oldu, həm də bir yol oldu. Əslində bu Amma sən sənin ən böyük uğurun odur ki, bu deməli layihədə biz əvvəldən səni tapa bilmirdik. Yəni o deməkdir ki, sən o qədər professional idin, o qədər mükəmməl idin. Çox sağ olun. Həyatımda heç vaxt olmadığım sərbəstliyi yaşadım. Deyirəm, sənin burada oxuduqların var ha. Sən bu repertuarla bir konsert eləsən, möhtəşəm olar. Yəni Gözəl bu təklifdir, gözəl fikirdir. doğrudan biz İlkin Dövlətovu yəni belə səhnədə görməmişik də. Yəni biz təsəvvür eləməzdik ki, bu hərəkətləri, bu dinamikanı İlkin bizə ötürə bilər. Mən özüm də təsəvvür eləməzdim. Halal ol. Sən deməli busan. Deməli busan. Buna görə də biz ictimai kanala öz təşəkkürümüzü bildiririk ki, Bəli. İlkinin kim Arzularını olduğunu həyata bizə keçirdilər. sübut elədi. İlkin, ay İlkin, Minnətdaram. İlkin. Mən Bəli. biraz istəyirəm sənin təəssüratlarını daha çox eşidim. Bütün yaşadıqlarımı biraz bölüş də, başa düşürəm, uzun bir yoldur. Bəli. Amma nə olar bölüş də biraz da. O qədər şirin Necə gizlədirdin, o qədər şirin qonşularını necə danışırsan, gizlədirdin? o qədər qəşəng danışırsan. Danış da. Deyəndə ki, bu İlhama Qasımova nə düşündün? Ya Və normaldır digər da, çünki məqamlara mən hamısını bölüş. Birinci qadın səsi ilə, belə falset səsi ilə. Təbii ki, siz onu bilirdiniz deyə düşünürəm, tutmuşdunuz. Faiq müəllim də hətta bildirdi ki, yəni bu kişi ifaçıdır, amma aldatmaq üçün. Bilirsiniz, təəssüratlar belədir ki, mən maska altında əslində elə oldu ki, mən maska altında onu biruzə vermədim, amma mən kədərli çıxdım. Bilirsiniz niyə? Çünki maska altında mən 2 yaxın insanı itirdim. Biz bilmirdik. Birinci Rima. Mən ilk bəli. məşqimizdə, bizim ilk mahnımızda Rima biz birlikdə idi. İkinci mahnıda artıq Rima yox idi. Mən onun itkisi çox pis təsir elədi mənə. Çünki biz Avroviziyada hətta belə bizim vokal müəllimimiz olmuşdu. Allah rəhmət eləsin. Və daha sonra mənim gənc dayım dünyasını dəyişdi və 3 gündən sonra mən onun üçünü yola verib, yəni üçünü bitirib mən gəldim maskanın altında sizin qarşısında çıxış elədim. Bu mənim üçün ömrüdür, yəni bu labirintdir. çox çətin idi, amma mən təbii ki çox çətin oldu mənim üçün. Mən bu qalibiyyəti onların ruhuna həsr eləmək istəyirəm. Ay, Bu bravo. kuboku onların ruhuna həsr eləmək istəyirəm. İlkin, bir dənə sual verin də, nə olar? Mən xüsusən şəxsən məni maraqlandır. O Animals necə belə alındı bir xanəndədə? Əslində musiqi tərəfində, musiqi və söz tərəfində heç vaxt özümə sərhəd qoymamışam. Həmişə çalışmışam. Çünki dünya musiqilərinə mən həmişə qulaq asmışam. Özüm milli musiqi ifaçısı olsam da, daha çox milli musiqiyə özümə addasam da, amma daim dünya musiqisinə qulaq asmışam. İndi adlar çəkmirəm. Elə ifa elədiyim Maroon 5 olsun, Michael Jackson olsun, Bruno Mars olsun. Mən dayım oğlu. Adele olsun. Yəni bilirsiniz, mən əslində bu ifaçılarla böyümüşəm. Bravo. Amma yenə deyirəm, qismət bu günə imiş. Əslində İlkin, qoy bu qələbə, maskada qazandığın qələbə sənin həyatına çoxlu yeni qələbələr gətirsin. Amin. Qoy hər həyatının növbəti fəslində daha bir qələbə gəlsin üzərinə. Amma heç vaxt unutmayın ki, o qələbələrin əvvəlində maska durmuşdu. Bu gözəl şou durmuşdu və biz sənə həm iştirakına görə minnətdarıq, həm əzmkarlığına görə minnətdarıq, həm də ki, səni qələbə münasibəti ilə ürəkdən təbrik edirik. Təşəkkür edirəm. Çox sağ olun. Buyurun Kamilə Çox xanım. sağ olun. İlkin, mən elə bax bu alqışlar altında sənə dərin təşəkkürlərimi bildirirəm. Sevgilərimi çatdırmaq istəyirəm bu sevinç üçün, bu bayram üçün, bu şölən üçün. Və bilmirəm, bəlkə sən xatırlamırsan, düzdür, mən də hansı tədbir idi, necə idi? Biz səninlə deyəsən kulis arxasında göz-gözə gəldik. Biz çox qarşılaşmışıq. Bu yaxınlarda özü lap belə yaxından elə bil, amma çox zamanımız olmadı. Nə söhbət eləməyə, nə bir şey, amma bir-birimizə salam verdik. Elə qəribə bir istilik, qəribə bir emosiya gəldi. Amma yenə heç nə anlaya bilmədim. Amma bil ki, bax ürəyə yatansan, sevimlisən, əzizsən və çox doğmasan. Təbrik eləyirəm. Təşəkkür edirəm. Təşəkkürlər. Ürəkdən təbrik edirəm. Təşəkkür edirəm. Təşəkkürlər əzizlərim, Tesla. minnətdaram. İlkin, Ay canım. mənə maraqlıdır at maskası ilə ilk qarşılaşman, tanış olman və o maskanı xüsusi olaraq giymən. Çünki hər kəsin qəlbinə yol tapdı qırat maskası. İstəyərdim ki, o tanışlığı bizə danışasan. Təsəvvür eləyin, ictimai kollektivi gəldilər, oturduq və
təsəvvür eləyin ki, mənə birbaşa dedilər ki, sənin personajın atdır. Atdı və mən bir anlıq sizə bir həqiqət deyəcəm. Mən belə deyək, birinci maskadan sonra yuxuda görmüşdüm ki, mən at maskasının altında qalib olan vallah billah görmüşdüm onu. Və onlar at maskası deyəndə bir anlıq yuxum gəldi gözümün qarşısına. Dedim, sanki yuxularım gerçək olur. Yavaş-yavaş gerçəkləşir və həftələr keçdikcə, inanın, çox böyük adlarla bu səhnədə mən, belə deyək də, tərəf müqavili deyirlər, yoxsa rəqib olduq. Amma mən yenə deyirəm, bu qalibiyyətim üçün sizə və bütün tamaşaçılara, çünki sona qədər mənə inandınız, sona qədər mənə güvəndiniz və mən də bu güvənin qarşılığını, bu layihənin, bu məsuliyyətin, bu qıratın, mənə tapşırılan bu Koroğlunun qeyrətli atının sona qədər məsuliyyətini daşımağa çalışdım. Çox gözəl alındı sizdə. İlkin Dövlətov Maska Show'nun ikinci mövsümünün qalibi. Əziz tamaşaçılar, belə həyəcanla deyəcəm ki, Maska Show'nun ikinci mövsümü bitdi və sizinlə sağollaşırıq növbəti mövsümə qədər. İndi isə sizi qıratla, daha doğrusu qalibimiz İlkin Dövlətovla baş-başa bıraxırıq. Cadonluğum yer basmayıp yeriye Cadonluğum yer basmayıp yeriye Başım baktı evim taktı sevgilim Başım baktı evim taktı sevgilim Koşamadan sığmayan dara kızlım Koşamadan sığmayan dara kızlım Kar üstünde damlamış da gölgelavım Kar üstünde damlamış da gölgelavım Evde çıkıp yürüyende serdi boylum Badam yese boylu görüner ince bellim Topuğumda sarmaşamda kara saçlım Topuğumda sarmaşamda kara saçlım Basmayıp yeriye İnce donluğum yer basmayıp yeriye Başımda